neçə min adam müslümin, doğrudan təəccüblənir adam, valla. Neçə min insan bir şəhər müslümə beyyət eləyib. Müslümə beyyət eləyib. Bir dənə namərd adam 12 nəfərlə gəlir şəhərə, 12 nəfər adamla. Gəlir Küfəni tam çevirir. Darul İmarə Küfədə görmüsünüz. Darul İmarə indi əsər əlamət qalmayıbdır, onun xarabalıqları qalıb. Küfə məscidi ilə yan-yanadır. Darul İmarənin damına bir adam çıxartdılar, cəmaat müslümin dalıca gedir. Biri dedi ki, ay cəmaat, Yezidin qoşunu Şamdan yola düşüb gəlib, yaxındakı bir məntəqədədir, Nuxeyli adında məntəqə. 2 günə çatacaqlar. Kim müslümin yanında qalsa, malı da, canı da halaldır o qoşuna. Bunu eşitdilər, şayə də yalan söz idi. Şam qoşunu zat gəlmirdi. Şayə ilə bir dənə yavaş ayrılır. Bu tarixdir valla, bax, necə var elə danışıram, mötəbər tarixdir. Yol gedir, yavaş azaldılar. Gəldi məsciddə ibadət eləyəndə, xiftən namazın, işa namazın qılanda, arxaya çöndü məğrib namazından sonra bir nəfər adam qalmadı, bir nəfər. Bir nəfər. Görəsən, sənlə mən də belə ola bilərikmi? Bax, budur, Məhərrəmin əsas sualı budur. Kərbəlanın əsas sualı budur. Bir yalan xəbərlə haqqa düşmən oldular. Haqqa bağlı olmaq iddiasında olan adamlar. İmam Hüseyni gözləmə iddiasında olan adamlar.